Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonunun Aşağı Gizə qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqanoğlu Tahirov tutduğu vəzifədən azad olunub. Xəbər verilir ki, bu barədə Qurumlarla İş üzrə Dövlət Komitəsindən saytımıza məlumat verilib. Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydasının 8.1.9-cu bəndinə əsasən verilib. Həmin bəndə görə din xadimi mənəvi dəyərlərə, etik əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətindən zid hərəkətlərə yol verdikdə vəzifəsindən uzaqlaşdırıla bilər. Xatırladaq ki, Turab Tahirovun adı 16 yaşlı qızın qaçırılması ilə bağlı iddialarda hallandırılırdı.